Atam namaz qılırdı, dedi, mən televizora baxırdım. Bir gün namaz vaxtı deyir, atam möhkəm səsləndi, Allahu Ekber. Mən deyir, belə baxdım, dedim, bəlkə uşaq möhürü götürdü. Gördüm möhür yerindədir, belə baxdım sağa, sola, atam tərsiz baxır, amma başa düşə bilmirəm. Az qalmışsa desin, amma demir. Gördüm rüküyə getdi, Subhanallah, qışqırır da, böyle baxıram, ay Allah, nə oldu, telefonla zəng gəldi, görəm heç nə yox. Deyir ki, namazı qutardı, atam salamları deyən ki, üzün tutdu mənə, qayıtdı, o kanala niyə dəyişdirdin sən? Bu, neysə baxırmış, namaz qılırmış da, bəzi adamlar belə daxı, dəyişmək istəmir, namaz vaxtıdır, namazı da qılmaq istəyir, kino da baxmaq istəyir. Bu insan, zahirən zikr eləyir. Subhanallah, subhanallah. O zikr eləyirsən Allah. Onun fikri başqa yerdədir. Onun fikri başqa yerdə. Namaz tez qutarsın, başlasın kinosuna baxsın. Başlasın futboluna baxsın.